Dikkat! Dikkat! Bir neçə dəqiqədən sonra Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinin baş meydanı olan Azadlıq Meydanında Silahlı Qüvvələr Gününe həsr olunmuş hərbi parad başlanacaqdır. Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin əziz xatirəsinə hörmət və ehtiram olmaqla yanaşı bu möhtəşəm tədbir həm də Azərbaycan Silahlı Qüvvələrinin güc və qüdrətinin nümayişinə çevriləcəkdir. 13 ildir ki 26 iyun əlamətdar bir gün ümumxalq bayramı kimi qeyd edilir. Bugünün tarixləşməsi ümummilli liderimizin adı ilə bağlıdır. Ulu öndərimiz Heydər Əliyev 1998 il may ayının 22'sinde imzaladığı prezident fermanı ilə tarixi həqiqətin və milli ordu quruculuğundakı varislik ənənlərinin bərpası baxımından böyük əhəmiyyətə malik addım atmıştır. Heydər Əliyevin xalqın xahişi və təkidli tələbi ilə Azərbaycan hakimiyyətinə qaydışından sonra məhz Ulu Öndərin rəhbərliyi altında həyata keçirilən xüsusi tədbirlər nəticəsində qısa müddətdə vahid komandanlığa tabi olan nizami ordu formalaşmıştır. 1993 il noyabrın 1'inde Müdafiə Şurası yaradılmış, noyabr ayının 2'sinde ise ülke rehberi Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan Respublikasının ərazisine yeni hücumları ve tecavüzü ile bağlı milli televizya ve radyo vasıtasıyla halka müracaat etmiştir. Bu müracaat Azərbaycan Silahlı Qüvvələri quruculuğunda yeni bir mərhələnin Heydər Əliyev mərhələsinin başlanğıcıdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir müstəqil dövlətimizin qurucusu olmaqla yanaşı həm də müasir Azərbaycan ordusunun yaradıcısı, memarıdır. Möhtərəm prezidentimiz Ali Başkomandan Cənab İlham Əliyev demiştir. Müasir müteşekkil ordunu yaratmak Heydər Əliyevin Azərbaycan xalqı karşısında en büyük hizmetlerinden biri olmuştu. Bugün Azərbaycanın güçlü ordusu vardır. Azərbaycan ordusu karşısında duran bütün vazifeleri halletmeye qadir bir ordudur. Ülke rehberi Cənab İlham Əliyev bugün ümummilli liderimiz Heydər Əliyevin siyasetini uğurla devam ve inkişaf ettirir. Silahlı qüvvələrimiz bugün müasir texnika, silah ve sursatlarla temin edilmiş, vətənin müdafiəsinə daim hazır olan yüksek nizam insama malik, qüdrətli qüvvəyə çevrilmiştir. Ordu quruculuğu prosesi meselesi, möhtərəm prezidentimizin fəaliyyətinin əsas prioritetidir. Ali Başkomandanımızın böyük gururla dediği kimi, bugün Azərbaycan sözün əsl mənasında bölgede en yüksek mövqelere malik olan bir ülkedir. Bunu şərtləndirən müxtəlif amiller var. O cümleden iktisadi potansiyel ve ordumuzun güçlü olması. Güçlü ordu, güçlü devlet demektir. Bizim məqsədimiz güçlü ordu yaratmaktır. Biz bunu edirik, yaradırıq ve daha da möhkəm orduya malik olmalıyız. Ordumuzun maddi texniki bazası daha da möhkəmlənir. Şəxsiyyətin sosyal məişət problemləri ardıcıl olarak halledilir. Müasir silahlar, hərbi texnikalar alınmakla yanaşı Azərbaycanın öz istehsalı olan birçok müasir, keyfiyyətli hərbi texnika, silah ve sursatlar dünya müdafiə sənayesi sergilerine çıkarılır. Yüksek ihtisaslı peşəkar hərbçilər yetişir. Hərbi döyüş texnikalarının modernləşdirilməsi Azərbaycanda uğurla devam ettirilmektedir. Tez-tez hərbi hisselere, xüsusi təyinatlı təsir məsələlərinə, təlim meydanlarına giden, vəziyyətlə yerindəcə tanış olan, əskər və zabitlərlə görüşən Ali Başkomandan hərbiçilərin hazırlık seviyesiyle maraqlanır. Tapşırıq
emir ve gösterişler verir. Ali Başkomandanımız hesap edir ki, güçlü iktisadiyat, insanlarımızın yaxşı şəraitdə yaşaması, müstəqilliğimizin möhkəmlənməsi ve güçlü ordunun mevcutluğuna, Azerbaycan'ın bundan sonra da inkişafına, qüdrətlənməsinə çok büyük təsir gösterecektir. Azerbaycan Respublikası'nın silahlı qüvvələri gününe həsr olunmuş, bugünkü möhtəşəm hərbi paradda silahlı qüvvələrin bütün qoşun növlərinin, hərbi birlik ve birleşmelerinin, xüsusi təyinatlı təsir müəssisələrinin, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş başka silahlı birleşmelerin 6000 nəfərlik şəxsi heyəti, 400'e kadar hərbi texnika ve silah sistemleri, o cümleden 50'ye yakın modernleştirilmiş hərbi döyüş texnikası, Azerbaycan istehsalı olan ve Azerbaycan'da modernleştirilmiş 60'a yakın silah, 14 zirehli transport yol, ülkemizde modernleştirilmiş yüzlerle hərbi texnikalardan numuneler, 35 döyüş vertolyotu, 22 döyüş, 8 təlim məşq təyyarələri, Müdafiə Nazirliyinin hərbi dəniz qüvvələrinin 28 gəmi, karter, qayıq, Fövqəladə Hallar Nazirliyinin 2 yangın söndürən gəmisi, 3 xilas etmə kateri, Dövlət Sərhəd Xidmətinin 4 sərhəd gözəşçi gəmisi iştirak edir. Bir daha vətən uğrunda, Azerbaycan uğrunda şehit olan silahdaşlarımızı ehtiramla yad edir. Muharebe veteranlarını, onların valideynlerini, bütün halkımızı, vətən torpaqlarının keşini çeken qəhrəman əsgərlərimizi bu fərəhli anlarda dikkati Azerbaycan'ın azadlık meydanında olan Azerbaycan'ımızın bugünkü uğurlarına sevinen her bir şəxsi aziz bayram münasebetiyle salamlayır, en hoş arzularımızı bildiririk. Yaşasın müstakil Azerbaycan Respublikası. Yaşasın Azerbaycan Respublikası'nın silahlı qüvvələri, halkına, devletine, prezidentine, Ali Başkomandanına sadık olan mübariz ailesine eşk olsun.
Azerbaycan Respublikası'nın prezidenti, Azerbaycan Respublikası'nın Silahlı Kuvvetleri'nin Ali Başkomandanı Cenab İlham Aliyev. Muhterem Prezident, Cenab-ı Ali Başkomandan, Qoşunların hərbi hissələri Azərbaycan Respublikasının Silahlı Qüvvələrin gününə həsr olunmuş parada düzülür. Müdafiə Naziri General Polkovnik Əbiyev. Salam əskər. Əziz əskərlər, zabitlər, generallar, əziz hərbçilər, əziz dostlar, sizi və bütün Azərbaycan xalqını Silahlı Qüvvələr Günü münasibəti ilə ürəkdən təbrik edirəm. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yeni uğurlar arzulayıram. Bugünkü hərbi parad müstəqilliyimizin 20-ci il dönümünə həsr edilibdir. 20 il ərzində Azərbaycan müstəqil dövlət kimi böyük və şərəfli yol keçmişdir. 20 il ərzində bizim ölkəmiz sürətlə inkişaf etmiş və bugün bölgədə çox güclü mövqelərə malikdir. Ölkəmizdə bütün istiqamətlərdə, iqtisadi sahədə, sosial məsələlərin həllində, bütün istiqamətlərdə böyük uğurlar əldə edilmişdir. O cümlədən ordu quruculuğu prosesi ölkəmizdə uğurla getmişdir. Azərbaycanda bugün nizami ordu var. Mən hərbi hissələrdə tez-tez oluram, vəziyyətlə tanış oluram və tam məsuliyyətlə deyə bilərəm ki, bugün Azərbaycan ordusu çox yüksək səviyyədədir. Orduda peşəkarlıq artır, ordumuzun döyüş qabiliyyəti artır, silahlı qüvvələrdə ruh yüksəkliyi vardır. Bütün bu məsələlər bizi çox sevindirir. Azərbaycanda ordu quruculuğu prosesi bundan sonra da uğurla gedəcək
və ordumuz ölkə qarşısında duran bütün vəzifələri icra etmək üçün bütün imkanlara malikdir. Azərbaycanda ordumuzun maddi-texniki bazasının gücləndirilməsi işində böyük məsələlər öz həllini tapmışdır. Hərbiçilərin sosial müdafiəsi məsələləri öz həllini tapır. Sosial məsələlərə gəldikdə Azərbaycan dövləti daim bu məsələni diqqət mərkəzində saxlayır. Hərbiçilərin sosial məişət problemləri öz həllini tapır. Əmək haqları qaldırılır. Dünən imzaladığım sərəncama əsasən Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin vəzifə maaşları müvafiq qaydada 25 və 10% artırılmışdır. Ordumuzda xidmət edənlərin əksəriyyəti gənclərdir. Və mən çox şadam ki, bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alırlar. Bizim gənclərimiz bizim ümidimizdir. Gələcəkdə onlar ölkəmizi idarə edəcək. Və mən çox şadam ki, orduda xidmət edən gənclər vətənə bağlı olan insanlardır. Biz müharibə zamanı və atəşkəs zamanında itkilər vermişik. Şəhidlərimiz olubdur. Vətən uğrunda, torpaq uğrunda həlak olmuş bütün şəhidlərin ruhu qarşısında biz baş əyirik. Allah onlara rəhmət eləsin. Onların qanı yerdə qalmayacaq və yerdə qalmır. Şəhidlər ölmür. Onlar bizim qəlbimizdə əbədi yaşayır. Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi işində böyük işlər görülmüşdür. Bugün keçirilən hərbi paradda hərbi potensialımızın kiçik bir hissəsi nümayiş etdiriləcəkdir. Biz müasir silahlar, sürsatlar, hərbi texnikanı alırıq və bu proses davam etdiriləcək. Son illər ərzində hərbi potensialımız böyük dərəcədə artmışdır. Biz müasir tipli döyüş təyyarələri, döyüş və hərbi nəqliyyat helikopterlərini alırıq. Artilleriya qurğuları, zirehli texnika, rabitə vasitələri, pilotsuz təyyarələri alınır və ordumuzun hərbi gücü artır. Eyni zamanda Azərbaycanda 6 il bundan əvvəl yaradılmış Müdafiə Sənayesi Nazirliyinin həddi ilə ölkəmizdə hərbi təyinatlı məhsulların buraxılması prosesi uğurla gedir və bu sahədə də biz böyük nailiyyətlərə çata bilmişik. Bugün Azərbaycan ordusunun təchizatı o cümlədən daxildə istehsal olunan məhsulların hesabına formalaşır. Azərbaycanda müxtəlif növ silahlar, sursatlar, hərbi texnika istehsal olunur və bu nailiyyətlər bugün bu paradda göstəriləcəkdir. Patronlar, silahlar, mərmilər, tapancalar, avtomatlar, pulemyotlar, mina atanlar, snayper tüfəngləri, zirehli texnika, pilotsuz təyyarələr, bütün bunlar Azərbaycanda istehsal olunur və Azərbaycanda istehsal olunan hərbi texnika yüksək səviyyədədir və beynəlxalq hərbi sərgilərdə nümayiş etdirilən Azərbaycan hərbi texnikası dünya miqyasında da böyük qiymətə malikdir. Bir sözlə, ordumuzun hərbi imkanlarını, potensialını gücləndirmək üçün Azərbaycan dövləti nə lazımsa onu edir. Bizim hərbi xərclərimiz ildən ilə artır.
2003-cü ildə hərbi büdcəmiz 160 milyon dollar idisə, 2010-cu ildə bu rəqəm 2 milyard 150 milyon dollara, bu il isə 3 milyard 300 milyon dollara çatmışdır. Bir neçə il bundan əvvəl qoyduğum vəzifə, yəni ki, Azərbaycanın hərbi hərçləri Ermənistanın bütün hərçlərinə bərabər olsun, artıq reallaşıb və bugün Azərbaycanda hərbi xərclərə sərf olunan vəsait Ermənistanın bütün büdcəsindən 50% artıqdır. Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa çatıbdır. Və müharibə şəraitində yaşayan ölkə ilk növbədə ordu quruculuğuna diqqət göstərməlidir. Və bugün Azərbaycanın dövlət büdcəsində hərbi təyinatlı xərclər birinci yerdədir. Və torpaqlarımız işğal altından azad olunmayana qədər bu belə olacaq. Sülh müqaviləsi bağlanarsa, işğala son qoyulandan sonra əlbəttə ki, bu qədər xərcə bəlkə də ehtiyac olmayacaq. Ancaq eyni zamanda bundan sonra da istənilən şəraitdə ordumuz daim yüksək hazırlığı nümayiş etdirməlidir. Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi və modernləşdirilməsi üçün biz bütün imkanlardan istifadə edəcəyik. Ölkəmiz üçün ən ağrılı problem Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həlli üçün biz çalışırıq. Azərbaycan torpaqları uzun illərdir ki, işğal altındadır. Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılmışdır. 1 milyondan artıq Azərbaycanlı öz doğma torpağında qaçqın köçkün vəziyyətinə düşmüşdür. Torpaqlarımızın 20%-i işğal altındadır. Əfsuslar olsun ki, bu ədalətsizlik hələ də davam edir. Baxmayaraq ki, Azərbaycanın ərazi bütövlüyü dünya birliyi tərəfindən tanınır və son zamanlar verilən yeni bəyanatlar, mötəbər beynəlxalq təşkilatlar tərəfindən verilən qərarlar, qəbul edilmiş qətnamələr bir daha Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Buna baxmayaraq məsələ öz həllini hələ ki tapmır. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının dünyanın ən mötəbər qurumunun 4 qətnaməsi icra edilmir. Digər beynəlxalq təşkilatların oxşar qərar və qətnamələri icra edilmir. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıbdır və olmayacaqdır. Biz çalışırıq ki, məsələ tezliklə öz həllini tapsın, beynəlxalq hüquq normaları əsasında öz həllini tapsın və beynəlxalq birlik tərəfindən tanınan Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin. Bunu etmək üçün biz diplomatik səylərimizi davam etdirəcəyik. Bizim işimiz haqq işidir. Biz heç bir başqa ölkənin torpağını zəbt eləməmişik. Heç bir başqa ölkənin torpağında bizim gözümüz yoxdur. Baxmayaraq ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaranıbdır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır. Bu həmişə belə olub, bugün də belədir. Sadəcə olaraq, müvəqqəti olaraq işğal altına düşübdür. Ancaq bu işğal çox çəkə bilməz. Mən tam əminəm ki, istənilən yolla Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək. Bunu etmək üçün biz daha da güclü olmalıyıq. Və Azərbaycanda bütün sahələrdə aparılan islahatlar, ölkəmizin inkişafı, ölkəmizin bölgədəki mövqelərinin möhkəmləndirilməsi nəticəsində biz istədiyimizə nail ola biləcəyik. Biz 20 ildir ki, müstəqil ölkə kimi yaşayırıq.
Bizim taleyimiz bizim əlimizdədir. Azərbaycan xalqı öz taleyinin sahibidir. Və 20 il ərzində Azərbaycan xalqı bütün dünyaya sübut edə bilib ki, biz müstəqil dövlət kimi yaşaya bilərik, inkişaf edə bilərik və iqtisadi inkişaf templərinə görə Azərbaycan dünya miqyasında lider dövlətdir. Heç bir başqa ölkə dünya miqyasında son illər ərzində görülən işlər və əldə edilmiş nailiyyətlər olmamışdır. Bütün bu nailiyyətlər statistik göstəricilərində də bilinir. Son 7 il ərzində bizim dövlət büdcəmiz 16 dəfə artmışdır və Ermənistanın dövlət büdcəsindən 10 dəfə çoxdur. Hərbi xərclərimiz 20 dəfə artmışdır. Yoxsulluq 5 dəfə azalmışdır. 1 milyona yaxın yeni iş yerləri açılmışdır. Azərbaycanda böyük sənaye müəssisələri yaradılmışdır. Aparılan iqtisadi islahatlar nəticəsində ölkə iqtisadiyyatının şahələndirilməsi prosesi uğurla gedir və bugün Azərbaycanda dayanıqlı iqtisadiyyat formalaşır. Sosial məsələlərin həlli işində biz böyük yol keçmişik və sosial müdafiə məsələlərinin həlli üçün bizim imkanlarımız var və iradəmiz var. İldən ilə artırılan maaşlar, pensiyalar, sosial ödəmələr, sosial infrastrukturunun yaradılması, 2000-dən artıq məktəbin tikilməsi, yüzlərlə tibb ocaqlarının, onlarla olimpiya komplekslərinin tikintisi bugün Azərbaycanın reallıqlarıdır. Bizim ölkəmiz 20 il ərzində böyük yol keçmişdir. Əhalinin maddi rifahı qalxmışdır, ölkə iqtisadiyyatı inkişaf etmişdir, beynəlxalq mövqelər möhkəmlənmişdir. Bugün Azərbaycan bərabər hüquqlu və etibarlı tərəfdaş kimi dünya birliyi tərəfindən tanınır. Bizim mövqeyimiz regional məsələlərdə bir çox hallarda həlledici rol oynayır. Bizim təşəbbüslərimiz nəinki iqtisadi və infrastruktura layihələrinin həyata keçirilməsi üçün həlledicidir, eyni zamanda geniş mənada qitədə olan təsirimiz artmaqdadır. Bizim siyasətimiz xoşniyyətlidir. Biz bütün qonşularla mehriban qonşuluq münasibətlərində yaşamaq istəyirik və buna nail ola bilmişik. Bütün ölkələrlə qarşılıqlı maraq, qarşılıqlı hörmət əsasında münasibətlərimizi qururuq və bu işlərdə böyük uğurlara nail ola bilmişik. Azərbaycan bütün ölkələrlə, bütün qurumlarla qarşılıqlı hörmət əsasında münasibətləri qurur və bu münasibətlər günü-gündən möhkəmlənir. 20 il ərzində ölkəmizin inkişafı hər bir sahədə özünü göstərir, hər bir istiqamətdə özünü bürüzə verir. Bizim gözəl şəhərimiz, paytaxtımız, qədim Bakımız bugün dünyanın ən gözəl şəhərlərindən biridir. Bizim bölgələrimiz canlanır, inkişaf edir, hər yerdə tikinti, hər yerdə quruculuq, hər yerdə abadlıq. Cəmiyyətdə ruh yüksəkliyi var. Cəmiyyətdə ölkəmizin bugününə və gələcəyinə böyük inam var. Nəinki Azərbaycanın daxilində. Bizimlə əməkdaşlıq edən ölkələr Azərbaycanın gələcəyinə inanırlar, Azərbaycanın parlaq gələcəyinə inanırlar. Bizim iqtisadi gücümüz var, bu reallıqdır. İqtisadi güc bizə imkan verir ki, istənilən məsələ ilə bağlı öz müstəqil mövqeyimizi ortaya qoyaq. Azərbaycan 20 il ərzində sözün əsl mənasında müstəqil dövlətə çevrilibdir.
Biz müstəqil siyasət aparırıq. Bu siyasət Azərbaycan xalqının iradəsinə əsaslanır. Bu siyasətin kökündə və mərkəzində Azərbaycan vətəndaşıdır. Biz elə etməliyik ki, bundan sonra da ölkəmizdə bütün istiqamətlərdə müşahidə olunan müsbət meyllər daha da güclənsin. Bundan sonraki illər ərzində görüləcək işlər çoxdur. 20 il ərzində əldə edilmiş nailiyyətlər, bizim siyasətimizin düzgün olması və artıq yaradılmış möhkəm təməl bizə imkan verir ki, bundan sonra da 10 illiklər ərzində, 100 illiklər ərzində müstəqil, güclü dövlət kimi biz yaşayaq, öz siyasətimizi aparaq, Azərbaycan xalqının maddi rifahını qaldıraq və ölkəmizin dünyadakı mövqələrini daha da gücləndirək. Mən əminəm ki, belə də olacaq və biz bütün qarşıda gördüyümüz və qarşıya qoyduğumuz hədəflərə çatacağıq. Hər halda 20 illik təcrübə onu göstərir ki, biz istədiyimizə həmişə nail olmuşuq və bundan sonra da nail olacağıq. Bugün böyük bayramdır. Azərbaycanda ordu günü qeyd edilir. Bir daha demək istəyirəm ki, bu ilki hərbi parad müstəqillimizin 20-ci il dönümünə həsr edilibdir. Güclü dövlətin güclü ordusu olmalıdır. Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var. Azərbaycan ordusuna eşq olsun, yaşasın Azərbaycan. Hərbi parad başlanır. Azərbaycan Respublikasının dövlət bayrağı altında silahlı qüvvələrin şəxsi heyəti tribunaya doğru irəliləyir. Dövlət bayrağımız hər bir Azərbaycan vətəndaşı üçün müqəddəs, əzizdir. Azərbaycan Xalq Cumhuriyyətinin bu üç rəngli bayrağı uzun illər keçdikdən sonra yenidən Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qaldırılmış və bu bayraq bugün də etibarlı əllərdədir. Ölkəmizdə ilk dəfə olaraq dövlət bayrağı bayramının qeyd olunması tarixi hadisədir. Azərbaycan prezidenti dövlət bayrağı meydanındakı nitqində demişdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bugün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bugün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xan kəndində, Şuşada dalğalanacaqdır. Bu bütün xalqımızın arzusudur. Silahlı qüvvələrin, qoşun növlərinin döyüş bayraqları tribunaya yaxınlaşır.
Əskeri şücaət ve reşadet remzi olan bu bayraklar altında Azerbaycan askeri halkımızın ve devletimizin tarihine daha parlak sayfalar yazacak. Bu müqəddəs bayrakları hemşe uca tutacak ve bu bayraklar altında daha büyük qələbələr kazanacaklar. Halkımızın ümumi milli lideri Heydər Əliyev'in 40 yıl önce yarattığı Cemşid Nakşivansk adına Hərbi Liseyin kursantları, bu lisey Heydər Əliyev'in Azerbaycan'ın her tarihine bəxşettiği en büyük töyfelerden biridir. Vuru koşunları, hərbi hava qüvvələri ve hərbi dəniz qüvvələrinin zabitləri tribun önündən keçirlər. Onların döyüş, mənəvi psikoloji hazırlığı, silahlı qüvvələrimizin gün ve gün möhkəmlənməsini ve inkişaf etməsini təmin edir. Vaktiyle ulu önderimiz, Ali Hərbi Məktəblərin buraxılış mərasimində demiştir. Sizin karşınızda çok büyük yol var. Yol hamar değil, yol uzun yoldur. Cür ve cürmaniyelerle bağlı olan yoldur. O yolu her biriniz geçmelisiniz. Bu yol müstakil Azerbaycan'ın geleceği yoludur. Azerbaycan zabitleri bu yolla inanla ilerleyirler. Hərbi hava qüvvələrinin ve hərbi dəniz qüvvələrinin zabitləri genç yaşlarında ailelerinin hərbi peşesi, zabitlik peşesini hərb etmiş, xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları tribunaya yaxınlaşırlar. Karşıda Heydər Əliyev adına Azerbaycan Ali Hərbi Məktəbinin kursantları ilerleyirler. Bu Ali Hərbi Məktəbdə yüksek standartlara uygun hərbi təhsil şəraiti yaradılmış, maddi texniki, tədris bazası daha da genişlenmiştir. Burada diğer ülkelerin gençleri de zabitlik peşesinden yararlanırlar. Silahlı Qüvvələrin Təlim ve Tədris Mərkəzi, Silahlı Qüvvələrin Hərbi Akademiyası, Gizirlər Məktəbi, Çavuş Hazırlığı Məktəbi, Azerbaycan Tıp Üniversitesi nezdində Hərbi Tıbbi Fakülte, Sülmanine Tərəfdaşlıq Təlim Mərkəzi, Simülyasiya Mərkəzi ve lazer sistemli poligonlar yüksek ihtisaslı ve şeker hərbi kadrların yetiştirmesinde mühim rol oynuyor. Ordu korpuslarını temsil eden motatıcılar, onların sıralarında Azerbaycan Respublikası'nın müstakilliğinin ve arazi bütünlüğünün korunup saklanmasında hususi hizmetlerine göre Azerbaycan Prezidentinin serencamı ile orden ve medallarla tədbir olunmuş onlarla dövüşçü vardı. Azadlık meydanında hərbi parad geçtiği anlarda bütün ordu korpuslarının hərbi hizmette taklanan nümayendelerinin tribun önünden qələbə azmiyle ilerledikleri bir vakta elinde silah, vətənin keşiğinde dayanan bütün asker ve zabitlerimizi salamlayırız. Hərbi Təyyarəçiliyi Məktəbinin ve Hərbi Dənizçiliyi Məktəbinin kursantlar tribun önünden geçirdiler. Azerbaycan Respublikası'nın silahlı qüvvələrinin Sülməramlıları 1997 yılda yaradılmış Sülməramlar taboru beynəlxalq əməliyyatlarda uğurla iştirak edir. Hərbi parad getdiyi anlarda vətənimizdən çok uzaklarda sülhün, əmin-amanlığın keşiğinde dayanan sabitliğin yaradılması, irticaçların karşısına alınması, strateji əhmiyyət obyektlerin mühafizəsi üçün səylərini əsirgəməyən əsker ve zabitlerimizi salamlayır. Bundan sonra da hizmetinde onlara uğurlar arzuyorum. Ordu korpusları temsil eden muhtarcılar, Azerbaycan askeri, vətən səni arkalanır. Halkımız inanır ki, düşmanla yüzde dayanan vətən müdafiəçiləri bundan sonra da Azerbaycan'ın arazi bütünlüğünü şərəflə qoruyacaktır. Azerbaycan'ın milli kahramanı Mübariz İbrahimov, İgilgiye göre medalıyla tədbir olunmuş zabitlerimiz Ferid Əhmədov, Əhməd Abullayev vaktiyle tribuna önünden geçen askerlerle cephe bölgesinde bir yerde hizmet etmiş.
ve öz müqəddəs şəhidlikləriyle Azərbaycan əskerinin vətən uğrunda canlarından, kanlarından da belə geçmeye her an hazır olduklarını təsdiq etmişler. Azərbaycan prezidenti Cenab-ı İlham Əliyev demiştir, bizim ordumuzda minlərlə, 10 minlərlə mübariz kimi, Ferit kimi qəhrəmanlar vardır. Onlar Ali Başkomandanın emrini gözləyirlər. Onlar öz doğma torpaqlarını azad etmək üçün her an hazırdırlar. Azerbaycan Türk kahramanları inanlı adımlarla tribuna önüne geçirler. Suisid Devlet Muhafaza Hizmeti'nin Milli Gvardiyası tribuna yakınlaşır. Onlar devlet muhafaza obyektlerinin, hemçinin muhafaza obyektlerinin korunmasında, merasim tedbirlerinin yüksek seviyede teşkilinde hususi rol oynuyorlar. Milli Təhlükəsizlik Nazirliğini temsil eden bölme, vətənin bu sınanmış ve sadık evlatları Azerbaycan'ın milli marakalarının korunmasında çok mühim ve ehemmiyetli funksiyaları uğurla yerine getirirler. Fevkalade Ağlar Nazirliği, Mülki Müdafiə Koşunlarının bölmesi, onlar vətən karşısında öz hizmeti vəzifələrini şərəflə yerine getirir. Nəinki Respublikamızda, eləcə də digər ölkələrdə təbii fəlakətlərin və qəzaların nəticələrinin aradan kaldırılmasında büyük səy gösterirler. Dövlət Sərhəd Xidmətinin sərhəd koşunlarının temsilcileri, o önderimiz Heydər Əliyev demiştir. Vətən sərhəddən başlanır. Sərhəd her bir müstəqil dövlət üçün çok əzizdir, vacib bir sahədir ve təbiidir ki, sərhədin korunmasında hizmet gösteren herkes halkımızın hürmet ve ihtiramına layıktır. Karşılarına koyulmuş döyüş ve tapşırıkları müvəffəqiyyətlə yerine getiren, vətən sərhədlərinin mühafizəsini təmin etməkdən büyük şərəf ve gurur duyan Devlet Sərhəd Xidmətinin çevik hareket kuvveleri, Daxili İşlər Nazirliğinin daxili koşunlarının hususi təyinatlıları, onlar daxili sabitliğin asayisi korunmasıyla yanaşı hem de Azerbaycan'ın erazi bütünlüğü uğrunda mübarizede devlet çevreşi cəhətlərin karşılanmasında da vətənin sadık əsgəri olduklarını bir daha təsdiq etmişler. Daxili koşunlar neçə milli qəhrəman yetirilmiştir. Hərbi dəniz qüvvələrinin dəniz piyadaları, onlar her an, her bir emri yerine getirmeye hazır ve kadirdirler. Müdafiə Nazirliğinin hususi təyinatları, onlar her hansı bir tapşırığı istenilen anda ve şəraitte uğurla yerine getirirler. Bir miqyaslı bir gəlməyə taksi təlimlerde hususi təyinatlar həmişə böyük peşəkarlık ve ustara nümayiş ettirmişler. Ali Başkomandan demiştir, bugünkü təlimler bir daha Azerbaycan ordusunun bütün silahlı qüvvələrinin qüdrətini gösterir. Biz vətən uğrunda, torpaq uğrunda mübarizəyə birlikdə çıxacağıq. Bütün Azerbaycan xalqı səfərbər olunacaqdır. Bütün silahlı birləşmələr səfərbər olunacaqdır. Bu təlimlərin əsas məqsədi ondan ibarətdir ki, biz birgə səylərlə öz doğma torpaqlarımızı işgalçılardan azad edək. Azerbaycan Respublikası Prezidentinin 25 iyul 2011 yıl tarihli sərəncamı ilə
Müdafiə Nazirliyinin hərbi quruluşlarının və mülki işçilərinin vəzifə maaşlarının mübadiq olaraq 25 və 10% artırılması, 59 nəfər hərbi quruluşçunun 3-cü dərəcəli vətənə xidmətə görə ordeni, vətən uğrunda igidliyə görə, hərbi xidmətlərə görə medalları ilə tərtib olunması şəxsi heyətdə böyük ruh yüksəliyi yaratmış və bu diqqətə görə hər bir əskər, zabit və general ölkə rəhbərinə minnətdardır. Bugünkü möhtəşəm hərbi paradı 200 nəfərlik Birləşmiş Hərbi Orkestr müşahidə edir. Baş hərbi dirijor Profesör Polkovnik Yusif Axundzadədir. Birazdan hərbi texnikaların keçidi başlanacaktır. Azadlık Meydanı ilk olarak xüsusi təyinatlı qüvvələrin arsenalındakı üzerinde Azerbaycan Respublikası'nın istehsalı olan kamyotlar kuraştırılmış yüksek geçicilik kabiliyetli motosikletler dahil olur. Onların arkasınca İstiklal sniper tüfekleri, ülkemizde modernize edilmiş tank aleyhine idare olunan tütek raket kompleksleri, muasir tipli, en dakik, en muasir tank aleyhine raket kompleksler kuraştırılmış Egreb markalı suisi zirehli avtomobiller ilerliyor. Azerbaycan istehsalı olan İstiklal 14-15 milimetrelik iri çaplı yarım avtomat sniper tüfengi uzak mesafelere dakik ateş indirme için nezarda tutulmuş atıcı silahdır. Dünyanın birçok ülkelerindeki müdafiə sanayi sergilerinde Azerbaycan bölmesinde uğurla nümayiş ettirilmiştir. Modernize edilerek muasir televizyon kamera ile teşhis olunmuş tütek tipli tank aleyhine raket kurgusu ve gırgı tipli tank aleyhine raket kompleksi günün istenilen vaktinde ve meteoroloji şeraitte pasif ve aktif optik maniyeler şeraitinde düşmenin muasir ve perspektif zirehli tehnikalarının, fortifikasya kurgularının canlı kuvvesini az süratli hava ve su üstü hedeflerini mahvetmek, susturmak için nezarda tutulmuştur.
Kırgı tipli tank aleyhine raket kompleksi ateş açtım ve unuttum rejiminde işleyir. Atış uzaklığı 4000 metre, zirehdelme kabiliyeti 800 milimetre kadardır. Dahili koşunların Storm Sofa markalı zirehli maşınları tribün önünden geçir. Bu zirehli maşınlar insanların, yüklerin muhtelif yol şeraitinde taşınmasını, hemçinin silahlı cinayetkarlara karşı ameliyatlarda şahsiyetin silahlılardan ve patlayıcı maddelerden korunmasını teşkil ediyor. Devlet Serhat Hizmeti'nin yüngül zirehli ve şahsiyet taşıyan zirehli maşınları meydandadır. Kobra, yüngül zirehli dövüş maşınları, şahsiyetin dövüş ameliyatları zamanı taşınması ve yüngül zirehli tehnikaların, eləcə de sığınacaklardaki canlı güvelerin mahvedilmesi için nezarda tutulmuştur. Birinci sıradaki yüngül zirehli dövüş maşınlarının üzerinde 12-17 milimetrelik iri çaplı DŞKM pulemyotları. İkinci sıradakilerin üzerinde ise tank aleyhine idare olunan raket kurguları yerleştirilmiştir. Onun ardınca şahsiyetin taşınması ve ameliyatların yerine getirilmesi için nezarda tutulan ZTP tipli zirehli transportörler ilerliyorlar. Land Rover 110 zirehli maşınları üzerinde 7-162 milimetrelik iri çaplı PKM ve 12-7 milimetrelik DŞKM pulemyotlar yerleştirilmiştir. Silahlı güvelerin hususi təyinatlı bölmelerinin dövüş teminatı için istifade olunan Land Rover ve Mercedes'te hususi otomobillerin üzerinde çevik asker grupları azadlık meydanına dahil olurlar. Onlar Ali Başkomandanın her bir emrine her an hazırdırlar. Koşunlara məxsus Mercedesler üzerinde yerleştirilmiş kardon tipli 120 milimetrelik özü yergen minatanlar. Bu minatanlar 7 kilometre ateş mesafesine maliktirler. Ve serras ateş, taktik mobillik, avtonom faaliyet için büyük imkanlar yaradırlar. Bu sistem manevri güvvelerine devamlı ateş desteği vermek için tatbik olunur. Havadan 40 ve 600 kilometre derinlikte keşfiyatın aparılması için tatbik edilen en müessir, en dakik vasıta olan pilotsuz uçuş aparatları avtomobiller üzerinde tribuna karşısından geçir. Pilotsuz uçuş aparatları arazi ve düşman barede keşfiyat malumatlarının 4 ve 12 sahada kimi 6 kilometredek hündürlükten gece ve gündüz real zaman miqyasında video görüntülerin elde edilmesini ve ötürülmesini yüksek dakiklikle temin edilir. Artilleriya ve avyasiya için koordinatlı hedef gösterme imkanlarına malik lazer sistemiyle teşhis edilmiş Qaranquş ve Şahin pilotsuz uçuş aparatları Azerbaycan Respublikası'nın istihsalıdır. Baykuş gözü müşahede stansiyaları bu sistem köy arazide gece ve gündüz real zaman miqyasında avtomatik ve el rejiminde müşahede aparır, coğrafi koordinatları tayin edir. 100 milimetrelik MT-12 süngü topları
Bu toplar düşmenin 8-12 kilometre uzaklıkta yerleşen sığınacaklardan kenarda ve yüngül səhra tipli maniyelerin arkasında yerleşen canlı kuvvesinin ateş ve vasitelerinin mahvedilmesi için eləcə də 4 kilometre kadar mesafeden tanklarının, öz yeriyen artilleriya kurgularının, zirehli transportörlerinin ve diğer zirehli dövüş vasitelerinin dağıtılması için nəzərdə tutulmuştur. 122 milimetrelik D-30A, Gürze 1 hafızaları ve 152 milimetrelik D-20 Gürze top hafızaları. Gürze 1'ler düşmenin 15-13 kilometre. Gürzeler ise 17-14 kilometre uzaklıkta yerleşen sığınacaklarında gizlenmiş canlı kuvvesinin, piyadaların ateş vasitelerinin mahvedilmesi, səhra tipli ve uzun müddetli mani ateş noktalarının dağıtılması, düşmenin artilleriyası, motomekanikleştirilmiş vasiteleri ve tankları ile mübarize için tayin edilir. Bugün Azerbaycan Silahlı Kuvvetleri'nin artilleriya koşullarında olan bütün artilleriya sistemleri en müasir, hususi, uzak menzilli ve kudretli mermilerle teşhis olunmuştur. 130 milimetrelik M46 F topları, düşmenin 27-15 kilometre uzaklıkta yerleşen artilleriyası ve minatanlarıyla mübarize canlı kuvvesinin, eləcə de zirehli texnikalarının cəmləşmə rayonlarında susturulması, torpaqdan uzun müddətli müdafiə tikillərinin ve diğer səhra tipli möhkəm tikillərinin dağıdılması, düşmenin arka cəbhəsinin ateşe tutulması, öz yeriyen artilleriyası ve ağır tanklarıyla mübarize için tayin edilmiştir. milimetrelik 2A 36 Yatakan topları ise 28-15 kilometre uzaklıkta yerleşen düşman artilleriyasının, minatanlarının ve diğer ateş vasitelerinin, canlı kuvvesinin, ağır tanklarının, öz yeriyen kurgularının marşta, cəmləşmə rayonlarında ve dayak mentekelerinde mahvedilmesi, arka cephesinde koşunları idaresi organlarının susturulması, hemçinin düşmenin səhra ve uzun müddetli müdafiə kurgularının dağıtılması için tayin edilmiştir. Bizde 107 milimetrelik reaktif bırakıcı kurguları. Bu kurgular düşmenin 8 kilometrelik uzaklıkta yerleşen cəmləşmə rayonlarında açıkta ve örtüde yerleşmiş silah, texnika, canlı kuvvesinin mahvedilmesi için tayin edilmiştir. 122 milimetrelik BM-21 dolu kompleksleri düşmenin 20-14 kilometre uzaklıkta yerleşen cəmləşmə rayonlarında canlı kuvvesinin, dövüş texnikasının, artilleriya ve minatan bataryalarının mahvedilmesi için tayin edilmiştir. Dolu 1 en müasir reaktif yaylım ateş sistemleri, nakliyat doldurma maşınları, Leysan, Şimşek, kasırga, dövüş maşınları ve nökte 9K 79-1 taktik raket kompleksleri azadlık meydanındadır. 122 milimetrelik dolu 1, 20-14 kilometre. 160 milimetrelik Leysan 45 kilometre. 300 milimetrelik Şimşek 150 kilometre. 300 milimetrelik kasırga ise 70 kilometre ve 90 kilometre mesafelere reaktif mermi atmakla düşmenin en uzak derinliklerinde, günün istenilen vaktinde, cəmləşmə rayonlarında, marşta ve dövüş düzülüşünde tank, motatıcı, piyada ve artilleriya bölmelerini, inme meydançalarında vertolyot bölmelerine, raket hücumundan müdafiye bölmelerine, hava ve deniz desant bölmelerine, idare etme mentekelerine, hərbi təyinatlı strateji obyektlerine tələfat vermək üçün nəzərdə tutulmuşdur. Nöqtə 9K 79-1 taktik raket kompleksleri
120 kilometre mesafede düşmenin derinliğinde yerleşmiş canlı kuvvetini, ateş vasitelerini, motor, piyada ve tank bölmelerini, teşkil zerbe komplekslerini, artilleriye, raket, hava hücumundan müdafiye ve vertolyot mentekelerini, komanda mentekelerini ve diğer vacip harbi strateji obyektlerini mahvetmek için nazarda tutulmuştur. Müdafiye Nazirliği, Harbi Hava Kuvvelerinin, hava hücumundan müdafiye koşullarının, harbi dövüş texnikalarının geçidi başladı. Onlar Harbi Hava Kuvvelerinin dövüş bayrağı altında tribunaya yakınlaşırlar. Modernleştirilmiş S-125 2TM Kaman zenit raket kompleksleri. Bu zenit raket kompleksleri alçak ve en alçak hündürlükte uçan muasir hava hücumu vasitelerinin mürekkep muayene şeraitinde məhvi üçün təyin edilir. Azerbaycan'da yüksek dakikliğiyle yapılmış modernleştirme neticesinde bu zenit raket komplekslerinin maksimal vurma kabiliyeti 35 kilometre kadar artırılmış. Aynı zamanda kompleksin radyo element bazası tamamıyla yenileştirilerek rakamsal sisteme çevrilmiştir. İhtiyaç olduğu halde S-125 2TM Kaman zenit raket kompleksleri geliştiği hedeflere karşı hemçinin düşmenin radyoteknik vasitelerini mahvi için istifade edilir. Yüksek hündürlükte uçan süratli teyyareleri, kanatlı raketleri ve başka hava hücum vasitelerini uzak mesafeden havada vurulması için tayin edilmiş S-200C kalkan zenit raket kompleksleri. Kompleksin esas tapşırığı muhtelif növ keşfiyat uçuşu yahut radyomaneler tatbik eden uçuş aparatlarını hava idare etme ve komanda mentekelerini mahvetmektir. Mahvetme zonasının uzay mesafesi 255 kilometre, maksimal hündürlüğü ise 40 kilometredir. S-300 TMU-2 favorit zenit raket sistemi. Zenit raket sisteminin ateş vasiteleri, mürekkep taktiki ve intensif radyomaniye şeraitinde aviasyanın kanatlı, strateji, aeroballistik, taktik ve operatif taktik balistik raketlerin ve diğer hava hücum vasitelerinin zarbelerinden yüksek efektif müdafiye için tayin edilmiştir. Mahvetme zonasının uzay mesafesi hedeflere karşı 200 kilometredir. S-300 TMU-2 favorit zenit raket sistemi aynı anda saniyede 2800 metre süratle uçan 6 muhtelif hedefe karşı dövüş faaliyet yaparır ve 10 metreden 27.000 metre kadar hündürlükte hedefleri mahvedir. Askeriyeci radyolokatör ve ışıklandırma yönetme radyolokatörleri S-300 zenit raket kompleksleri ailesinde sonuncu ve en muasir radar sistemleridir. Askeriyeci radyolokatör gece ve gündüz bütün növ hava hedeflerinin aşkar edilmesi, ateş vasitelerine hedef gösterici dakik malumatların verilmesi için nezarda tutulmuştur. Bu radyolokatörler vasıtasıyla bütün pilotlu uçuş aparatlarının hemçinin kanatlı ve balistik raketlerin aşkarlanması temin edilir. Aşkarlanma mesafesi 300 kilometre, aşkarlanma hündürlüğü 100 kilometreden çoktur. Azerbaycan Respublikası'nda modernleştirilmiş, yüksek dövüş kabiliyetine malik, hedef üzere 2 kanallı Arı-1T mobil avtonom zenit raket kompleksi. Takdim edilen zenit raket kompleksinde istilik görüntülü optik cihazlar kurlaştırılmıştır. Muhtelif terimlerde sınavdan geçmiş
ve en yüksek netice vererek özünü doğrultmuştur. Daxili qoşunların arsenalında olan BTR 80A ve Azerbaycan'da modernleştirilmiş silahlı qüvvələrə məxsus BRDM 2 markalı zirehli transportörler, motorcu bölmelerin taşınmasını, onlara dövüş meydanında ateş dəstəyinin verilmesini ve bilavasitə dövüşün maşından aparılmasını təmin eden təkərli, üzdən zirehli dövüş maşınıdır. BRDM 2 zirehli kəşfiyyat dozor maşınları ise en müasir silah modulu ile təchiz olunmuştur. Modernleştirme neticesinde daxildən idarə etme imkanlarına malik olmuştur. Azerbaycan'da istehsal olunan ve beynelxalq müdafiə sənət sergilerinde büyük maraqla karşılanan Matador ve Marauder zirehli dövüş maşınları tribuna yaklaşırlar. Düşmenin canlı qüvvə ve yüngül texnikasının məhv edilmesi, xüsusi təyinatlı əməliyyatların yerine getirilmesi için nəzərdə tutulmuştur. Yüksek geçiş manevrine malikdir ve en büyük xüsusiyyətlərdən biri ise tank əleyhinə minaların təsirinə davamlılığıyla seçilir. İri çaplı, müasir silahlarla komplektləşdirilmiştir. Daxildən idarə etmə imkanlarına malikdir. 8-12 nəfərlik xüsusi çevik qrupların təhlükəsiz daşınmasını təmin edir. Ali Baş Komandanımız Cənab İlham Əliyev bu zirehli dövüş maşınlarının dükkanı arkasına geçerek ilk defa şahsen özü idare etmiştir. BMP 3, Bəbir 3 ve BMP 2, Bəbir 2 markalı piyadaların dövüş maşınları güçlü, yüksek dakikliğiyle vuran silahı, zirehli müdafiyesi ve yüksek manevriliği olan tırtıllı dövüş maşını olup dövüş meydanında faaliyet gösteren piyadaların mobilliğini, silahlanmasını ve müdafiyesini temin etmek için tayin edilmiştir. Yüksek atış süratine malik top ve tank aleyhine idare olunan raket sistemiyle silahlanmıştır. Azerbaycan'da Bəbir 1 ve Bəbir 2 piyada dövüş maşınlarında intensif modernleştirme işleri uğurla devam ettirilmektedir. Bəbir 2'lerin ilk numuneleri silahlı qüvvələrin müvafiq hissələrinin silahlanmasına qəbul edilmiştir. ...122 milimetrelik özü yeriyen qərənfil hafızaları. Bu tipli özü yeriyen hafızalar düşmenin 15-14 kilometre uzaklıkta yerleşen açık sahada ve səhra tipli sığınacaqlarda izlenmiş canlı qüvvəsinin, piyadaların ateş bəstələrinin məhv edilmesi, səhra tipli ve uzun müddetli mani ateş noktalarının dağıdılması, düşmenin artilleriyası, motomekanikləşdirilmiş vasitələri ve tanklarına karşı mübarize için tayin edilir.
152 milimetrlik öz yeriyen Benövşe harp salar. Düşmenin 17 kilometre uzaklığı yerleşen artilleriyasının, min atanlarının, tanklarının, diğer zirehli hedeflerin ve ateş vestelerinin açık sahada ve səhra tipli sığınacaqlarda gizlenmiş canlı qüvvəsinin məhvedilməsi, səhra tipli ve uzun müddətli mani ateş noktalarının dağıtılması için təyin edilmiştir. O Sovyet mekanında en nəhəng uzak vuran ve strateji təyinatlı silah olarak hal-hazırda Azerbaycan Silahlı Qüvvələrinin silahlandırılmasında mevcut olan 203 milimetrelik özü yeriyen Nergis topları. Bu tip öz yeriyen toplar düşmenin 17-15 kilometre uzaklığı yerleşen artilleriyasının, min atanlarının, tehnikasının ve diğer vasıtalarının məhvi için təyin edilmiştir. Döyüş texnikası paradını T-72 tankları Azerbaycan aslanları bitirir. Bu tanklar silahlı qüvvələrimizin esas döyüş tankıdır. Böyük ateş gücüne, etibarlı zirehe, yüksek manevr kabiliyetine maliktir. Azerbaycan'da modernleşme neticesinde tanklar son müasir taleplere uygunlaştırılmış. Ateşi ve dövüşü idare etme sistemleri tekmilleştirilmiş ve tam kompüterleştirilmiştir. Üzerinde aparılmış modernleşme neticesinde istenilen hava şeraitinde gece ve gündüz birinci ateşten hedefi 100% dakikliğiyle mahvetme imkanına maliktir. Dünya harp tarihine şanlı sayfeler yazmış iki deve Sovyet İttifakı kahramanı, kudretli serkerde Həzi Aslanov'un davamçıları olan Azerbaycan tankçıları T-72 tipli Azerbaycan aslanlarını teşekkürlükle idare edir ve emindirler ki onlar tezliğiyle Cennet Qarabağımızdan getirecekleri galebe müjdesiyle halkımızı sevindirecekler. Artık Azerbaycan hava qüvvələrinin döyüş vertolyotları ve döyüş teyyareleri azadlık meydanına yakınlaşırlar. Ulu önderimiz Heydər Əliyev 14 yıl bundan önce değildi. Ben isterim ki bizim cesur şahinlerimiz olsun. Bu şahinler öz meharetlerini bütün dünyaya göstersinler. O cümleden geçmiş illerde bizim millete bu sahele başarısız kimi kıymet veren adamlara göstersinler ki Azerbaycanlılar her bir işin ötesinden gelmeyi başarır. Azerbaycanlı'nın istedadı, kabiliyeti, havanı, semanı fərd etmekte de en yüksek seviyede olabilir. Çok sevinirim ki indi milli şahinlerimiz var. Sevinirim ki bizim şahinlerimiz Azerbaycan'ın semasını daim korumaya kadirdirler. Erbaba qüvvələrin uçuş nümayişini 1008 tipli vertolyot Azerbaycan Respublikası'nın devlet bayrağını aparmasıyla açır. Eşk olsun Azerbaycan bayrağına, yaşasın müstakil Azerbaycan Respublikası. Azerbaycan bayrağı bizim yüreğimizdir, canımızdır, gurur mənbəyimizdir. Erbaba qüvvələrin uçuş nümayişini Mi-17, 1, 5 ve Mi-8 tipli vertolyotlar kolonu devam ettirir. Bu vertolyotlar düşmenin ön xəttində ve yakın taktik derinliğinde hareketli ve hareketsiz yerüstü hedefleri mahvetmek için dövüş meydanına destan çıkarmak, arka cephe teminatı ve hemçinin tipik tehlikeler için təyin edilmişti. Vertolyotta 24 nefer desant için yer nezarda tutulur. Maksimal uçuş sürati 250 km/saat'tır. Mi-171
172 ve K-32 vertolyotların təyinatı deniz qüvvələrinin maraqları üçün hərəkət edərək mühüm tapşırıqları yerinə yetirməkdir. Mi-24 tipli vertolyotlar quru qoşunları bütün dövdöş əməliyyatlarında bir hava havadan ateşlə dəstəkləyir. Vertolyotda uçuş heyəti 3 nəfərdən ibarətdir. 8 nəfər desant üçün yer nəzərdə tutulur. Vertolyotun müdafiəsinin artırılması üçün pilotlar kabinəsi zirəhlənmiş, yanacaq bakları xüsusi örtü ilə mühafizə edilmiş, yanğın əleyhinə mühafizə sistemi tətbiq olunmuş, məhriklərin işlənmiş qazların çıxması üçün xüsusi boru sistemi tətbiq edilmişdir. Birazdan modernize edilmiş MiG-29 tipli teyyareler Azadlık Meydanı'nın üzerinden uçacaklar. Bu teyyareler dövüş əməliyyatlarında qoşunları düşmənin aviasiya həmlələrindən qorumaq, düşmən teyyarelerini havada məhv etmək, düşmənin yerüstü hədəflərini zərbə indirmək üçün nəzərdə tutulur. Düşmənin havada hərəkət edən və hərəkətsiz yerüstü hədəflərini, həmçinin yaxın taktik əməliyyat dərinliyində ön xəttə müşahidə olunan həmlə və qırıcı təyyarələrini məhv etmək üçün təyin edilmişdir. MiG-29 tipli təyyarələr birazdan Azadlıq Meydanı'nın üzerinden uçacaktır. MiG-29 tipli teyyareler. Həmin təyyarə, rabitə, ölkə mənsubiyyətini təmin etmə sistemi radyolokasiya nişangah kompleksləri ilə təşhis olunur. Bu sistem ilə təşhis edilmiş qırıcılar hava hədəflərini 75 kilometre məsafədə qarşılıqlı kursunda, yerüstü hədəflərini 65 kilometre məsafədə çatma kursunda 35 kilometre məsafədə təyin etmə qabiliyyətinə malikdir. Su-25 tipli təyyarələr. Su-25 tipli təyyarələr quru qoşunlarını, hərbi dəniz qüvvələrini bütün döyüş növlərində, döyüş əməliyyatları istiqamətlərində bilavasitə havadan dəstəkləyir. Düşmənin vizual görüntü şəraitində hərəkət edən, hərəkətsiz, kiçik ölçülü yerüstü hədəflərini, həmçinin yaxın əməliyyat dərinliyində ön xəttə müşahidə olunan, kiçik sürət uçan hava hədəflərini məhv edir. Su-25 tipli təyyarələr qrupuna Azərbaycan bayrağı ordenli Polkovnik Leytenant Namik İslamzadə rəhbərlik edir. Su-25 tipli təyyarələr qoyulmuş tapşırığı yerinə yetirmək üçün təyyarə, rabitə vasitəsi, ölkə mənsubiyyətini təyin etmə sistemi, radyoelektron əks təsir vasitəsi, aktiv radyotexnik maniyyə stansiyası, infraqırmızı istilik patronları atan vasitə ilə təmin olur. İki yerli El-39
təlim məşq təyyarələri uçuş məktəblərinin kursantlarına ilk uçuşları aşlamaq, hava qüvvələrinin pilotlarına gündüz, gecə, adi və mürəkkəb hava şəraitində gözlə görünən hava və yer hədəflərinə qarşı döyüş tətbiq elementlərinin istifadə edilməsi qaydalarını öyrətmək və uçuş heyətinin təlim uçuşlarını keçirmək üçün təyin edilir. İki yerli El-39 təlim məşq təyyarələr cütlüyü. İki yerli El-39 təlim məşq təyyarələri dördlüyü. Azərbaycan Milli Şahinlərinin böyük məharət idarə etdikləri MiG-29 və Su-25 təyyarələri Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuşlarını davam ettirirlər. MiG-29 təyyarələr cütlüyü. MiG-29 təyyarələr cütlüyü. Sükan arkasında Azerbaycan evladları Heydər Əliyev Məktəbinin yetirmələrdirlər. Su-25 təyyarələr cütlükləri. Bugün bir daha Heydər Əliyev Məktəbinin yetirmələri Azərbaycan şahinləri, xalqımızın ümumilli lideri, Ulu Öndər Heydər Əliyevin müqəddəs xatirəsinə hörmət və ehtiramlarını Azərbaycan xalqına, Azərbaycan dövlətinə və Ali Baş Komandanımızın döyüş əmirlərinə hər an hazır olduqlarını bir daha nümayiş ettirirlər. Su-25 tipli təyyarələr dördlüyü Azərbaycan bayrağındakı üç rengi azadlıq meydanının üzərində təsvir edirlər. O gün gələcəkdir ki, bu müqəddəs bayrağımız Azərbaycan silahlı qüvvələrinin azad edəcəyi, işğal altında olan torpaqlarımızda da əzəmətlə dalgalanacaqdır. Var olsun üç renkli Azerbaycan bayrağı. Yaşasın müstakil Azerbaycanımız. Muhterem Prezident, Cenab Ali Başkomandan, bununla da Azerbaycan Respublikası'nın Silahlı Qüvvələri gününe həsr olunmuş möhtəşəm hərbi parad başa çatdı.